Fondlar, təşkilatlar ölkənin iqtisadi balansını qorumağa bacarmalıdır. Real Amma yanaşaq siz paylaşın. Baba işsiz qalan idmançılar Gənclər və İdman Nazirliyinin insanları işlə təmin eləmək kimi belə bir öhdəliyi yoxdur. Bilmirəm, indi bu biraz şikayət idi, onlara qarşı bilmirəm nə əsaslı fikir idi. onlar artıq necə Bəli, qəbul onlar edəcəklərsə qərarlaşdırır, bunu sonra biləcəyik. Azərbaycanda bizim çoxsaylı idman jurnalistlərimiz var. Onlar da bizim fikirlərimizi götürər, paylaşar, işıqlandırar. Xoş gördük. Bu gün çox aktual məsələyə toxunacağıq. Daha doğrusu bu aktual məsələyə toxunmaq üçün bir vasitə oldu. Bu yaxınlarda Kung Fu üzrə dünya və Avropa çempionu Anar Süleymanov həm də idman elmi üzrə tədqiqat aparır. Anar Süleymanov maraqlı məsələyə toxunmuşdur öz sosial şəbəkə hesabında. Qeyd eləmişdi ki, idmançılar karyeralarını bitirdikdən sonra işsizlik problemi ilə üzləşirlər və bu maraqlı bir mövzudur. Düşünürəm ki, buna bir veriliş həsr etməyə dəyər. Və qərara gəldik ki, bu barədə elə Anar Süleymanovun özü ilə danışaq. Bildiyimə görə o bu barədə bir layihəsi var və qurum açmaq istəyir. Biz də istəyirik ki, ona tribuna verək. Mən jurnalist Səbuy Musa və qonağım Anar Süleymanovdur. Xoş gördük Anar. Salam, xoş gördük, xoş günün olsun. Çox sağ ol ki, bizim məsələni gördün və yanə qalmadın, dəvət elədin. Belə suallarına açığam. Buyur, istənilən sualı verə bilərsən. Əvvəlcə belə başlayaq da, o layihə deyək də. Mən layihə deyirəm çünki hələ bu reallaşmadığı üçün layihə deyirəm. Yəni insanlar bilsinlər. Bu necə oldu? Yəni bu təşəbbüs nədən irəli gəldi? Ki, nətər oldu? Bax, bu sənin ağlına gəldi və bu belə bir şeyi fikirləşdin ki, yaradasan. Bax, Səbuhi qardaş, biz verilişdən öncə də danışdıq ki, səninlə bu barədə söhbət edəcəyik. Mən düşünürəm ki, ən gözəl danışıq, ünsiyyət vasitəsi daha sadə danışmaqdır ki, hər kəs bizi anlasın. Həm idmançılarımız anlasın, həm rəsmilər anlasın ki, bizə daha da böyük etimad göstərsinlər. Bildiyin qədər, bütün dünyada olduğu kimi, eləcə də Azərbaycanda idman sahəsində əmək bazarı o qədər də geniş deyil və idman kimi bir spesifik bir sahədə ümumiyyətlə iş vakansiyalar çox azdır. Ümumiyyətlə bizdə il ərzində idman akademiyasında təxminən 1500 məzunlar olur və ondan əvvəl də məzun olmuş idmançılarımız var. Ümumiyyətlə heç ali təhsil almamış bizim, amma çox gözəl idmançılarımız var ki, bölgələrdə yaşayırlar, Bakıda yaşayırlar və bu gün onlar işlə təmin ola bilmirlər və bu da reallıqdır ki, bir ölkədə idman sayı qədər iş yerinin olması mümkünsüzdür. Çünki aydın məsələdir ki, o qədər iş yeri tapma olmaz da əhalinin sayı qədər. Bəli. Ona görə də mən düşünürəm ki, mütləq bu məqam kreativ sənayedən istifadə etmək lazımdır. İndi orada da bir balaca açıqlama verim. Onu aydınlıq gətirir o kreativ sənaye. Kreativ bilirik, yaradıcı demək. Bəli, yaradıcıdır. Mən bunu loru şəkildə izahım versəm, yəni görünməyən yerdən, bəli, görünməyən yerdən pul vəsaiti əldə etmək və ya iş yerləri əldə etmək deməkdir də. Tutalım belə deyək ki, amma idmana aiddir. Bəli, söhbət idman sahəsindən gedir və ona kiçik bir nəzəri arqument gətirmək istəyirəm. Tutalım ki, bir dənə tablo var. Ona rəssam və mən durub, yəni yanaşı baxırıq. Mən orada sadəcə şəkil görürəm, rəssam isə orada böyük bir əsər görür. Yəni kreativ sənaye həmən o tabloda əsər görməkdir. Nəsə yaratmaq deməkdir də, belə deyim. Mən də çalışıram ki, bu sahədən istifadə eləməklə idman sahəsində əmək bazarını genişləndirəm. Bəs belə deyək, indi bu layihə yəni sən biraz tam təfərrüatdan getmədin. Qurum yaratmaq istəyirsən də. Bəli, mən burada qurum yaratmaq istəyirsən. Qurumun yaradılması üçün adı nə olacaq? Adı hələ tam belə deyim də, adın şərti olaraq deyə bilər ki, məsələn, bu ictimai birlik yaratmaq istəyirəm, təsis eləmək istəyirəm və bunun da adı ümumiyyətlə qrant əsaslı idman məşğulluq agentliyi nəzərdə tutmuşam. Çünki indi sual yaranır ki, axı dövlət məşğulluq agentliyi varsa, bu niyə lazımdır? Mən birinci onların fərqini demək istəyirəm. Dövlət məşğulluq agentliyi artıq maşallah 35 ildir fəaliyyət göstərir və bütün sahələrə inteqrasiya eləyir
və onların əsas prioritetləri, əsas onların funksiyaları mövcud iş yerlərində, mövcud əmək bazarında insanları işlə təmin etməkdir. Düzdür, onlar da son zamanlar özləri də məşğulluq proqramları çərçivəsində yüzlərlə insanları hər il işlə təmin edirlər. Bu ümumi bir qurumdur. Yəni birbaşa dövlətin nəzarət elədiyi bir qurumdur. Amma mənim yaratmaq istədiyim isə bu hüquqi olaraq ictimai birlikdir. Yəni müxtəlif yerli və beynəlxalq qrantlardan, fondlardan, dotasiyalardan, subsidiyalardan, startap layihələrdən istifadə etməklə maliyyə vəsaiti cəlb eləməklə layihələr yaradırıq və bizim misal üçün deyirəm, Beyləqanda, Qubada, Qusarda, Bərdədə, onların ucqar bir kəndlərində bizim vaxtilə idmanla məşğul olmuş bir şəxsimiz, misal üçün deyirəm, ya Bakıda hansısa bir dostumuz, idmançımız həmən layihəyə qoşularaq 3 ay, 6 ay ya bir dəfəlik, 1 gün, 2 günlük şəkildə layihədə iştirak eləməklə pul vəsaiti əldə edir və biz nəzərə alsaq ki, təkcə Azərbaycanda 20-dən çox il ərzində belə fondlar var ki, bundan yararlanmaq olar. Misal üçün, mən buna misal gətirərəm, Gənclər Fondu var, sonra Azərqaz var, SOKAR var və Yaşat Fondu var və KOB var. KOB-da nə qədər çox maraqlı KOB-da layihə, qrantlar var ki, oradan fond kimi istifadə eləmək. Sonra Avropa İttifaqının yaratdığı çox maraqlı bir proqram var, Erasmus proqramı var. Çox möhtəşəm proqramdır. Azərbaycan ümumiyyətlə ölkə olaraq biz beynəlxalq qrantlardan o qədər də istifadə edə bilmirik. Müxtəlif məhdudlaşma var. Bu hüquqi, bəli, bu bir növ hüquqi prosesdir. Amma elə bizim tələbə təşkilatlarımız var ki, və bir çox bizim müvafiq sahələrimiz var ki, həmən bu Erasmus proqramından istifadə edirlər. Niyə də biz istifadə eləməyək? Yəni, bugün maksimum dərəcədə əmək bazarını genişləndirmək üçün maksimum performans göstərmək lazımdır, mən düşünürəm. Çünki həm də Azərbaycan belə böyük bir varlı, böyük bir ölkədə deyil ki, deyəsən ki, axı bizdə maliyyə vəsaiti çox yüksək səviyyədədir. Niyə insanlar işlə təmin olunmur? Ümumiyyətlə, mən düşünürəm ki, bütün sahələrdə, bütün yükü dövlətin boynuna yıxmaq olmaz. Dövlətin işi nədir? Nəzarət etmək nazirliklərə, digər qurumlara, ölkənin uzun müddətli strateji planlamasını həyata keçirmək və ya inkişaf elətdirmək, ona nəzarət eləmək. Amma daha, belə deyim də, var makro səviyyə var, var mezo səviyyə var, var mikro səviyyə. Ən azı mezo və mikro səviyyədə fondlar, təşkilatlar ölkənin iqtisadi balansını qorumağa bacarmalıdır. Bəs yaxşı, bu ilkin mərhələ deyək də, indi deyək hər şey reallaşdı. Nəsə belə bir özün üçün kəmiyyət müəyyənləşdirmirsən, nə qədər sayda insanın işlə təmin olunmasına kömək edəcəksən. İndi oldu, məsələn, yaratdığın qurumu, hamı başladı müraciət eləməyə, işsizlər var da, bəli, müraciət elədi, sonra bu prosedur necə olacaq? Qeydiyyatdan keçəcəksən, bildim, amma çox olarsa, o da bir problemdir, onların hamısının işlə təmin olunması. Başa düşdüm sualı. Burada məsələ belədir də, biz desək ki, başlayan kimi biz insanları yüzlərlə hər ay idmançıları işlə təmin edəcəyik, bu real məsələ deyil. O deməkdir ki, mən bu, belə deyim də, bu layihənin, bu fikrin reallığından çox uzağam. Utopiya olar. Bəli, əlbəttə ki, bu bir utopiyadır, əlbəttə ki. Amma bunun reallıqla biz real Amma siz paylaşın. Bu işsiz qalan idmançılar bu videonu görsələr, indi shorts kimi yəqin ki, hazırlayacaqsınız. Bu videonu paylaşmaq lazımdır ki, yəni müəyyən yerlərə də gedib çıxsın. İşsiz idmançılar da görsünlər. Ona görə bu videonu paylaşmaq lazımdır. Buyur. Əlbəttə ki, bütün idmançılarımız paylaşmalıdır. Çünki bu fikir şəxsin tək özünə aid olan, xeyrinə aid olan fikir deyil də. Ümumi idmançılardan söhbət gedir. Baxın, bizdə belə bir fikir formalaşıb ki, idmançılar yüksək vəzifədə işləyə bilməz. İdmançıların savadı yoxdur, amma arxa planda olmamalıdır. Sonra idmançılarda kreativ fikirlər olmaz. Amma düşünürəm ki, şəxsən mən öz adımdan danışıram ki, mən çalışıram ki, cəmiyyətdə bu dövlətdə, cəmiyyətdə bu mifi parçalayam. Həm elmi sahədə olsun, həm praktiki sahədə olsun. Öz bilik və bacarıqlarımdan istifadə edərək idmançıları daha üst səviyyədə göstərməyə çalışıram.
İndi nisbi olaraq bacarıram, bacarmıram bu başqa məsələdir və Bir sözlə o stereotipi qırmaq üçün əlbəttə ki, bir müəyyən flaqmansan da, bayrağı əldə götürmüsən, deyirsən ki, bu stereotipi qırmaq bəli, lazımdır. bəli və bundan da ötəri mən düşünürəm ki, idmançılar hamısı bir olmalıdır. Yəni bizim sözümüz yaxşı mənada bir olmalıdır da. Çünki bütün idmançıların fikri ulu öndərimizin, cənab prezidentimizin idman siyasətini yürütmək, o belə deyim də, uzun müddətli o planı yaşatmaqdır. Və bundan da ötəri biz mütləq yeniliklərə açıq olmalı. Baxın, mən keçən dəfə də videoda qeyd eləmişdim. Necə ki, iqtisadi iki termin var ki, sağçılar və solçular. Və bugün idarə etmə strukturlarında da iki dənə termin var. Düzdür, bu nəzəri hissədir, belə rəsmi olaraq təsdiqlənməyib. Bu mənim şəxsi fikrimdir. Ənənəviçilər və inklüziv insanlar. Bu, bilirsiniz, ixtisaslı kadrlar arasında bölünmüş bir strateji, belə deyim də, kəmiyyətdir. Misal üçün, dövlətdə əsas çalışan insanlar ənənəviçi insanlardır da. Yəni, biz uzun müddət Sovet İttifaqının nəzdində fəaliyyət göstərmişik deyə bir ölkə olaraq. Biz mərkəzdən idarə edilmə və belə deyim də, əgər futbol termininə biz ölsək, müdafiəçi qismində qalmışıq da, ölkənin istənilən aspektlərində biz yerimizdə dayandırır. Hücumçu olmamışıq. Bəli, bəli, hücumçu Müdafiəçi olmamışıq. Bəli, bəli. Sadəcə sabitliyi təmin edirik də. Hüquqi tərəfdən, iqtisadi tərəfdən, siyasi tərəfdən, mədəni aspektlərdən fərqi yoxdur. Amma inklüziv insanlar isə bir növ hücumçudur. Onlar bütün yeniliklərə açıqdır. Onlarda risk dərəcəsi daha çox olur, amma inkişaf da daha böyük olur. Bunların heç birisi bir-birindən mənə görə üstün deyil. Yəni, o bir, belə deyim də, yenə deyirəm, futbol terimindən desək, o komanda uğurlu komanda olur ki, o komandanın həm müdafiəçisi olsun, həm hücumçusu olsun. Mütləq bunlar lazımdır. Amma çox təəssüf ki, ənənəviçi insanlar nisbətən görürsən, inklüziv insanları, belə deyim də, bloklamaya başlayır, sədlər Yəni, o qoymaya başlayır. ənənəvi dediyin mühafizəkar Bəli, deyilir, bəli, konservativ. Bəli, konservativ, bəli, mühafizəkar fikirli insanlar. Yəni, bəli, bəli. o qaydada bilirlər və o qaydada gedirlər. Bəli, Yəni, 40 il- üzərinə yenilik qoymurlar. Bəli, onlar zaten səhv eləmir də. Yəni ki, 40 il eyni şeyi, Sistemdə hər gün gedirlər. bəli, eyni şeyi təkrarlayan Risk sistem. etmək istəmirlər. Bəli, bəli, heç bir riskə də getmir, amma ölkəni inkişaf elətdirən həmişə risklər olur. Baxın, iqtisadiyyatda da bu belədir. İqtisadiyyatda da bəli. Amerika kimi dünyanın ən inkişaf eləmiş iqtisadi zonasında il ərzində yaranan proyektlər, fondlar belə deyim də, görülən işlərin maksimum dərəcədə 30-40% uğurlu olur, qalanı isə belə deyim də uğursuz olur. Amma 30-40% belə Onu ölkəni sığortalayır da. bəli, bəli, Onu- sığortalayır və dünyanın ən iqtisadi zonasına çevirir. Yəni mən düşünürəm ki, mütləq biz bunlardan istifadə etməliyik və yeri gəlmişkən bizim yaratmaq istədiyimiz həmin bu ictimai birlik də fondlar əsasında çalışan. Baxın, onun biz beynəlxalq nümunələrinə baxsaq, Avstraliyada bugün elədir. Yəni dünyanın ən liberal ölkəsi, hansı ki biz ona doğru gedirik də. İndi o biraz uzun məsələdir. Onunla danışsa daha çox vaxt gedər. Avstraliyadır, Amerikadır, sonra Norveçin özüdür. Kanadanı da qeyd edirdim, İsveçdir. Bu kimi hegemon ölkələr İngiltərənin özüdür. Onlar da əsasən ölkənin belə deyim də iqtisadi balansını əsasən fondlar təşkil edir. Baxın, biz əgər biz o ictimai birlik yaradıb, qrant əsaslı məşğulluq agentliyi yaratsaq, bu təbii ki, dövlət də buna dəstək olacaq sonrakı illərdə bizim yanaşı bizim tərəfdaşlarımız da olacaq. Baxın, elə olsun Norveçin özündə, Norveçin və Avstraliyanın İdman Universiteti həm də bu fondlarla tərəfdaşlıq eləyir. Yəni ki, orada Capstone layihələr icra edirlər. Düzdür, mən keçən dəfə bizim akademiyada bunu dedim, çox təəssüf ki. Anlamadılar. Yox, doğrudan da biraz çətin məsələdir bizdə. Başa düşürəm, yenilikdir, amma bu ənənəviçilər, belə deyim də, sədlər qoyur ki, sən onları həyata keçirməyəsən. Yəni, hətta onlar belə fondlarla çalışır. Biz bunu uğurlu şəkildə yaratsaq, əldə eləsək, müxtəlif sahələrdə də, misal üçün tibb sahəsində olsun, tibb sahəsində əmək bazarı çox genişdir, çünki maşallah bizdə xəstəxanalar çoxdur, tək insanlar canı sağ olsun.
musiqi sahəsində olsun, digər sahələrdə də bunu tətbiq edib uğurlu bir, belə deyim də, model kimi ortaya çıxartmaq olar. Yəni düz başa düşdüm. Yəni demək istəyirsən ki, məsələn, idmançı karyerasını bitirmiş idmançı əgər məsələn deyək, musiqi sahəsində, Yox, yox, yox. Hə. Biz idman sahəsində, İdman sahəsində. bəli, biz bunu yaratdıqsa, əgər biz uğurlu bir, model ortaya çıxartdıqsa, eyni modeli digər anladım. sahələrdə də bəli, Digər həyata sahələrdə keçirmək olar. Baxın, belə deyim də, bu gün görürsən ki, hər hansısa bir beynəlxalq təşkilat, misal üçün biraz açıqlama verirəm də, hər hansısa bir sağlamlıqla bağlı bir fikir ortaya qoyur və qrant təşkil edir və biz də İdman Akademiyasını bitirmiş bizim bir çox menecerlərimiz var ki, gənclərdir, qızlar, oğlanlar, çox savadlı uşaqlardır. Amma praktiki təhsil, beyində ümumiyyətlə praktika yoxdur da. Təsəvvür belə yoxdur ki, idman meneceri hansı funksiyanı daşımalıdır. Çünki mən bunu özüm yoxlanışdan keçirmişəm və biz qrup da yaratmışıq. Onlara mən vaxtaşırı seminarlar verirəm də, belə onlayn məlumatlar verirəm onlara. Onları bir yerə yığırıq, onlarla yaxşı layihələr hazırlayırıq. Maraqlı layihələr hazırlayırıq ölkənin müxtəlif regionlarında. Layihələr hazırlayırıq və gedir bizim əməkdaşlarımız gedir həmən layihəni keçirmək üçün öncədən qeydiyyatdan keçmiş. Misal üçün, həmən zona üzrə 20 idmançını, məşqçini həmən layihəyə dəvət edirik. Onlar orada layihədə müddətli şəkildə iştirak edirlər, müəyyən qədər maliyyə vəsaiti qazanırlar, özləri üçün dolanırlar və bunu ildə bir neçə dəfə təkrar eləmək mümkündür. Baxın, mən yenə bir yaşanmış, olmuş hadisədən arqument gətirmək istəyirəm. Və görürsünüz, bugün son zamanlar bizim ölkəmizdə müxtəlif adlarla, görürsünüz, festivallar keçirilir. Misal üçün, əsas qida ilə bağlı olsun, müxtəlif yeməklərlə bağlı olsun, təamlarla bağlı olsun və digər xalçaçılıqla bağlı olsun. Azərxalça keçən dəfə keçirmişdi. Bir 2-3 ay bundan qabaq, hətta bizi də dəvət eləmişdilər. Amma onun xalçaya aidiyyəti yox idi tək. Düzdür? Bəli, bax elə onu qeyd edirəm. Həmən orada Orada çünki Qarabağ futbol klubu da iştirak etmişdi. Bəli. Həm də elə onu təşkil edən biri mənim elə tələbə, həm də dostumdur, Əsmər Babayev. O da həmin bizim hörmətli alimlərimizdəndir. Elə o məhz o təşkil eləmişdi. Və orada baxdıq ki, müxtəlif yarmarkalar təşkil olunubdu. Bütün bunlarda, yəni hər ay müxtəlif adlarla yarmarkalar təşkil olunur. Şamaxıda olur, Göyçayda olur, Bakıda olur. Və misal üçün biz idman geyimləri, bax kreativ sənaye məhz budur. Müxtəlif idman geyimləri bizim şərti olaraq deyirəm, bir 10-15 idmançını cəlb edə bilərik, idman qidaları sata bilərlər. Müxtəlif futbol komandalarının geyimlərini, digər bizim döyüş klublarının geyimlərini sata bilərlər və ora gələn bizim blogerlər, daha imkanlı şəxslər, rəsmi şəxslər təbii ki, onları alacaq və ən azı bir gün ərzində biz real desək bir 300-400 manat pul vəsaiti əldə edə bilərik. Biz onlarla tərəfdaşlıq eləmək fikrimiz var. Biz universitetlərlə tərəfdaşlıq eləmək fikrimiz var. Biz müxtəlif yerlərlə və biz elə Dövlət Məşğulluq Agentliyi ilə tərəfdaşlıq eləmək fikrimiz var ki, bütün sahələrə harda ki biz idman inteqrasiya edə bilər, əmək bazarını genişləndirə bilərik. Orayla biz tərəfdaşlıq edib, proqramlar hazırlayıb, maksimum dərəcədə performans göstərmək istəyirik və bir məsələ də var ki, yəni insanlar düşünər ki, bəs zaten Gənclər və İdman Nazirliyi var da, bu niyə ehtiyacdır? Ümumiyyətlə, Gənclər və... Hələ ona toxunmaq istəyirəm. Sən yəqin ki, əbəs yerə o ənənəviçilik, nə bilim, konservativ söhbətlərə açılmadı da. Yəqin ki, müəyyən bir məhdudiyyətlər də var bu layihənin gerçəkləşməsi. O yöndə nədir? Hansı problemlərlə üzləşirsən? Bunu istəyirsən izah elə. Yəqin ki, müəyyən Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlisən bu qurumu. Bəli. Onun üçün hansı prosedurlar lazımdır? Hansı, belə deyək də, mən bilmirəm, bürokratik əngəllər varmı, yoxsa yoxmu? Yəni, bu barədə sən fikirləri bildir. Birinci, onu qeyd eləmək istəyirəm ki, Gənclər və İdman Nazirliyi ilə bizim fərqimiz ondadır ki, misal üçün, Gənclər və İdman Nazirliyinin əsas funksiyası öhdəliyi ölkənin idman siyasətinə nəzarət eləmək. Misal üçün,
idman obyektlərinə, federasiyalara, digər idman təşkilatlarına nəzarət eləmək, onlarda ölkənin belə deyim də böyük yarışlarına nəzarət etmək, idmançılar necə gedir, necə gəlir, həmin yarışlar ümumiyyətlə Nazirlər Kabinetinin qərarına uyğun deyil. Və maliyyələşməni təmin etmək. Bəli, müxtəlif indi Mötəbər turnirlər. möhtəbər turnirləri maliyyələşdirirlər və indi orada nisbiyyət məsələsi var. Bu başqa bir şeydir. Amma Gənclər və İdman Nazirliyinin insanları işlə təmin eləmək kimi belə bir öhdəliyi yoxdur. Bu başqa sahədir, bu başqa sahədir. Zaten hər ay ən azı bir yüzlərlə insan Gənclər və İdman Nazirliyinə işlə bağlı müraciət eləyir. Və Gənclər və İdman Nazirliyi o zaman kimisə işlə təmin edir ki, həmən sözü gedən nazirliyin idman siyasətini hərəkətə keçirmək üçün onlara hər hansısa bir yerdə vakansiya yaranır. İxtisaslı kadr lazım olur və onlar öz iş prinsiplərinə uyğun şəxsi də, ixtisaslı kadrı da həmən işə götürürlər. Amma başqa digər kütləvi şəkildə insanların işlə təminatı Gənclər və İdman Nazirinin öhdəliyi deyil. Bunun üçün digər əmək yarmarkalarına belə deyim, müraciət etmək lazımdır. Amma bizdə də reallıqda budur ki, o da yoxdur bizdə. Və sonda yenə ortaya əsas mənzərə çıxır. İdmançılar necə işlə təmin olunmalıdır? Ya federasiyalar götürməlidir, Federasiyalarda ya ictimai əsaslarla çalışdığına görə onların da zaten belə bir imkanları yoxdur ki, insanları işlə təmin eləsinlər. Mənim özüm 22 illik məşqçilik təcrübəm var. Bir 14-15 illikdə iki böyük federasiyada baş məşqçi kimi fəaliyyət göstərmişəm. Özdə azdan çoxdan uğurlu baş məşqçilərdən olmuşam, belə deyim. Və bizim yaradacağımız təşkilat İctimai Birlik Gənclər və İdman Nazirliyinin əsasən yükünü o barədən azaltmaq olur. Biz onlara dəstək kimi olacağıq. Təbii ki, onlardan məsləhətləşəcəyik. Bugün elə məsələlər var ki, burada danışılandır və ya danışılmayandır. Bu belə. Və bunun gərək yaradılması ilə bağlı mən bəli, artıq 5-6 ildir ki, mən bununla bağlı müraciətlərimi eləyirəm. Və burada biraz məsələ fərqli gedir burada. Çünki bugün Azərbaycanda 5-6 il deyərkən, yəni deməli səndə əvvəldən bu olubdu. Bəli, əlbəttə. Sadəcə olaraq indi daha çox artıq sosial şəbəkədə Bəli, mən istəyirəm ki, artıq bu sosiallaşsın, idmançılar götürsün, əziz idmançılar götürün, siz də bunu paylaşın. Bu bizim səsimiz daha da ucalsın. Mən də müraciətlərimi də eləyəcəm. Ədliyyə Nazirliyi bizim bu fikrimizi bəyənib. Bəyənib onlar bizdən tövsiyə məktubu istəyirlər. Mən də şifahi şəkildə Nazirliyin əməkdaşı ilə, rəsmi şəxsi ilə danışmışdım. O dedi ki, ehtiyac deyil. Deyirəm ki, mən başa düşürəm. Sizin bugün öhdəlinizdə deyil bu. Marağında olub-olmamaq başqa bir məsələdir. Öhdəliniz deyil. Amma biz də istəyirik ki, belə bir təşkilat yaradaq. Biz Amerikadan, Avstraliyadan və İngiltərədən, biz onlardan daha smart ölkə deyilik də. Yəni, onlar bunu tətbiq edibsə, biz niyə eləməyək? Yəni, əgər bizim bütün fəaliyyətimiz idmançıların sosial rifahını yaxşılaşdırmaqdırsa, niyə də mənə dəstək olmayaq? Baxın, mənim atam Bərdədə sadə müəllimdir və mən öz atamdan fəxr edirəm. Mən heç bir məmurun oğlu deyiləm. Sadə bir vətəndaşın, müəllimin oğluyam və atamla da fəxr edirəm. Bugün mən hər hansısa bir, belə deyim də, vəzifəyə getsəm də, mən inanmıram ki, kimsə yazsın ki, bu adam niyə filan vəzifəyə getdi, filan yerə getdi. Çünki mən insanlara açığam, döyüş vaxtında da mən var gücümü göstərmişəm və bədənimin çox nahiyəsi mənim yaralıdır. Çünki qırıqlarım var, çıxıqlarım var, zədələrim var və sonraki elmi fəaliyyətimdə belə də mən çalışmışam ki, maksimum dərəcədə performans göstərəm. İndi hələ bu kiçik bir başlanğıcımdır. İndi çalışıram daha, belə deyim də, daha böyük işlər görməyə. İndi mən qayıdıram bizim verilişimizin, belə deyim də, söhbətimizin əsas hissəsinə. Mən bu qrant əsaslı idman agentliyini yaratmaq məqsədilə mən buradan Gənclər və İdman Naziri Fərid Qayıbova, çünki Fərid Qayıbov özü də, bayaq modelləri götürsək, Fərid Qayıbov özü də inklüziv insandır. Çünki görürsünüz, idman kütləviliyini artırır, yəni bir çox layihələrə imzalar atır, bir çox tədbirlər eləyir. Yəni burada tərif söhbəti deyil. Sən özün bilirsən ki, mən
həm də zamanında elə yeganə idmançı olmuşam ki, mən Gənclər və İdman Nazirliyini mən tənqid də eləmişəm, İdman Akademiyasını da eləmişəm. Səni və məni birləşdirən ortaq dəyər. Bəli, bəli, ay sağ ol. Yəni Tənqid. mənim heç kimi heç vaxt belə deyim də, o şirinlik eləmək kimi fikrim yoxdur, amma mən Fərid müəllimi bu ad gündə də təbrik edirəm. Çünki insan olaraq yaxşı insandır. Ola bilər danışırıq, bəzi fikirlərimiz üst-üstə düşməyə bilər, amma çalışıram ki, insana insan kimi dəyər verəm. Müraciətin var Fərid? Bəli, Onda üzünü mənə yox, kameraya tut. Mən buradan bəli, həmən bizim qrant əsaslı ictimai birliyimizin, indi şərti ad deyirəm də, yaradılması üçün başda cənab prezidentimiz İlham Əliyevə, Gənclər və İdman naziri Fərid Qayıbova və bizim Ədliyyə Nazirliyimiz cənab Fərid Əhmədova müraciət edirəm ki, xahiş edirəm ki, siz bizə dəstək olun. Biz bu başa düşürəm, indi ictimai birliyin yaradılması indi o qədər də asan deyil, çətindir. Müəyyən məsələlər var, onlar bizi aşan məsələlər ola bilər. Yəni, bütün bunlara baxmayaraq xahiş edirəm, bizim yanımızda olun, bizə köməklik göstərin və mən də bir sizin vətəndaşınız, idmançınız, bir eloğlunuz olaraq çalışacağam ki, sizin etimadınızı doğruldam, maksimum dərəcədə çalışacağam ki, yüksək performans göstərə bilim, sizi də bir kadr olaraq məmun edeyim. Bu qədər. Məncə əla müraciət idi. Bunun üzərində nəsə əlavə etmək lazım deyil. Məncə sən hər şeydən danışdın, ətraflı izah elədin. Bütün, yəni də mən özüm üçün bir fikirləşim. Sən təşkilatın yaradılması üçün Ədliyyə Nazirliyinə müraciəti edəcəksən. Amma bunun üçün Gənclər və İdman Nazirliyinin tövsiyə məktubu Bəli, mən lazımdır. artıq dünən hər iki nazirliyə yenidən məktub göndərdim. Cənab nazirlə biz bir neçə dəfə görüşmüşük. Başqa məsələlərlə bağlı. İndi bu məsələ ilə də bağlı müraciət eləmişəm, görüşüm və yaxşı mənada cənab naziri də mən inandırım ki, bizə etimad göstərsin. Çünki bəli, nazirliyin Gənclər və İdman xoş məramdır da. Yəni burada əlbəttə ki, idmançıların işlə təmin olunmasından söhbət gedir. Əlbəttə ki, cənab nazir də bizim belə deyim də fikirlərimizi bəyənsə, xoşuna gəlsə, o da inklüziv insandır. O da çalışacaq müəyyən mənalarda bizə dəstək olsun. Sonrakı tərəfdaşlıqlarda köməklik eləsin. Elementar beynəlxalq təşkilatlar belə də baxır sənin buradakı nüfuzuna, sənin digər yerli tərəfdaşlıqlarına baxır, sənin özətinə baxır ki, sən hansı fəaliyyət dövrünü keçirsən. Belə deyim də, o loru şəkildə belə bir söz var, deyir ki, iş içindən iş çıxır. İndi əsas odur ki, təşkilat yaransın, yavaş-yavaş o təkərlənmə dövründə keçməliyik ki, 1-2-3 ayda görsən 2-3 ay ərzində 3-4 nəfər, digərində 5-6 nəfər, belə indi inkişaf eləməyə çalışacağıq. Bəs yaxşı, bir dənə də sual verim. İndi bəzən o idmançıların dostları da olur da, söz verənlər düzdür olur, sonra reallığa gəlib çıxanda o hamımızda olub. Yəni söhbət tək idman sahəsindən getmir, jurnalistika sahəsi və başqa sahələrdən gedir ki, deyirlər, ay sən yarat bunu, biz problem yoxdursa dəstək olacağıq ilk vaxtlarda. İndi sənin üçün də belə deyək də, bu hələ birinci yaradıldıqdan sonra hələ dərhal qrant almırsan da. Bəli. Hər hansısa bir ilkin başlamaq üçün müəyyən maliyyə gəlirinə, maliyyə qazancına ehtiyac var. O baxımdan belə deyək də, sənə kimlərsə söz verənlər varmı ki, yəni dostların, tanışdan ki, sən yarat, məsələn, ilk vaxtlarda arxandayıq, sonra qrant alarsansa problem yoxdur, Allah yaxşı. Bizim dostumuz Fərhad Pərvizin bir gözəl sözü var. O deyir ki, Azərbaycan ideyalar ölkəsidir. İndi hamı ideyalar qurur, hamı gözəl sözlər deyir və vədlər verir. Amma artıq mən bunlara inanmıram. Təbii ki, ilk özümə inanıram və öz bilik və bacarığıma inanıram. Müəyyən qədər vəsait özüm sərf eləyəcəm. İndi olmasa nəsə belə deyim də, bir avtomobilimdən keçərəm, nəsə bir şeylər eləyərəm ki, yaradam onu. Zaten iqtisadiyyat belədir də, riski sevir. Nəsə eləməlisən birinci, amma təbii ki, mənim ətrafımda da yaxşı dostlarım var, mənə inanan insanlar var, mən düz onları abardan insan deyiləm. Müxtəlif məmurlar var ki, onlar bizim dostlarımızdır, mən hər şey çəkib paylaşan insan deyiləm.
müxtəlif iş adamları var ki, onlar mənim fikirlərimə baxırlar ki, mən hansı fikirdə olan adamam. İndi yeri gələndə bu iş adamları dostlarımız var ki, onlara da müraciətlər eləyəcəyik. Bəli, kömək göstərin. İş adamı dedin, deputat məmur da dedin, səhv etmirəmsə, yadıma düşdü. Milli Məclisin Gənclər və İdman Komitəsi də var. Onlara müraciət eləmisən yoxsa yox? Sənin yerin Şahin İsmailov. Şahin müəllim yaxşı adamdır. Bizdən də yaşda biraz da gəncdir. Necə yerimsə mən onu hələ tanımıram. Çünki fəaliyyət dövrü məhduddur. Məhdud deyəndə indi özü insan öz-özünü məhdudlaşdırır. Bəli. Mən elə buradan da Şahin İsmailovla birbirimizi tanıyırıq, görəndə salamlaşırıq. Şahin müəllimə də mən müraciət edirəm ki, belə deyim, həm də təklif edirəm ki, idmançıların yanında olsun. Baxın, bizi kimi insanlar demirəm, biz üstük, o fikirdə olan insan deyirəm. Amma idman sahəsində ən azı yeniliklərə açıq olan insanlarıq. Bax, məni də tanıyır. Mən 2 dəfədən müraciət eləmişəm. Mən özü də rəsmi, şəxsi tanıdığım insanlara da heç vaxt götürüb nələrsə yazmıram. Müraciət eləyirəm. Şəxsi yazsam da belə əsas rəsmi şəkildə müraciət eləyirəm. Bizim fikirlərimizdə... Qəbulunda olmamısan da amma? Yox, təbii ki, qəbulunda olmamışam. Mən Şahin müəllimə də müraciət eləmişdim. Gəlin bir yerdə ola. Baxın, Allah saxlasın sizi. Siz olduğunuz yerdə biz ola bilmirik. Bu başqa bir məsələlərdir. Və sizin komitənin üzvləri də var ki, onlar idman sahənin üzvləri olmaya bilər. Amma praktikadan gələn insanlarla ən azı çağırıb bir söhbətləşməlisiniz. Bir-birimizdən məsləhətləşmələri ki, bizim idman sahəsində nələr olar, nələr olmaz. Mən hər zaman qeyd edirəm ki, birinci mən özümü tək praktiki sahədən gələn insan kimi görmürəm. Mən elmi sahədə də artıq kitabım var, çıxmaq üzrədir, idman nəzəriyyəsi üzrə və mənim 20-dən çox artıq 30-a yaxınlaşır yerli və beynəlxalq elmi məqalələrim var, hansı ki, o şəxslərdə onlar da yoxdur. Mənim elmi tərəfimdə bugün yaxşı inkişafa doğru gedir. Həm də praktikam da var. Elə bizlə məsləhətləşmək lazımdır. Axı, praktikadan gələn insanla elmi sahəyə və praktiki hissəyə, iş sahəsinə gələn insanla mümkün deyil. Mən olmayayım, başqa bir şəxs olsun. Onunla mümkün deyil ki, kimsə ayaqlaşsın. Ən azı sizi Allah saxlasın, siz bizdən 5-0 öndəsiniz. Amma ən azından bizlə də bir məsləhətləşin, tanıyırsınız bizi. Çağırın bir fikirlərimizi öyrənin. Bəlkə bizim yaxşı fikirlərimiz var, ideyalarımız var. Axı bizim göstərdiyimiz hədəf daha dəqiq olur da. Belə, bilmirəm, indi bu biraz şikayət idi, onlara qarşı bilmirəm nə əsası fikir idi. Onu onlar artıq necə qəbul edəcəklərsə, bunu sora biləcəyik. Bəli. Məncə biz hər şeyə toxunduq, nəsə əlavəm varsa deyə bilərsən. Yoxdur, heç bir əlavəm yoxdur. Səmimi fikirlərimizi dedik, ürəyimizdə olan fikirlərimizi dedik, arzularımızı dedik. Cənab Prezidentimizə, Gənclər və İdman Nazirliyinə, sonra Ədliyyə Nazirliyinə müraciətimizi elədik. Düşünürəm ki, bizim bir çox Azərbaycanda bizim çoxsaylı idman jurnalistlərimiz var. Onlar da bizim fikirlərimizi götürər, paylaşar, işıqlandırar. Yəqin ki, sosial vasitəsilə bizim fikirlərimiz, müraciətlərimiz cənab prezidentimizə də gedib çıxar. İdeya xoş niyyətlidir, inşallah tezliklə reallaşar. Belə, bizim bugünkü verilişimizdə qonaq Anar Süleymanov idi. O yeni bir qurum açmaq istəyir, idmançılar üçün bir müjdəc bir xəbəri deyək. Yəni, yeni qurum açmaq istəyir, inşallah ki, o da reallaşar və biz həmin o qurumun məqsəd məramı, yaradılması haqda danışdıq, müzakirə apardıq. Çox sağ ol, Anar. Çox sağ ol, təşəkkür edirəm ki, sən bizim fikrimizi dəyərləndirdin, bir araşdırma elədin, verilişin vasitəsilə işıqlandırdın. Təşəkkürlər, qardaş. Çox sağ olun, görüşərik. Sağ olun.